Müqəddəs Taxtacda 28 may Müstəqillik Günü münasibəti ilə Azərbaycan səfirliyinin rəsmi qəbulu keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov 1918-ci ildə yaranan Cümhuriyyətin Şərqdə ilk parlamentli demokratik respublika olduğunu vurğulayıb, demokratiya və qadınlara seçki hüququ kimi mühüm nailiyyətləri qeyd edib. Səfir Azərbaycanın tolerantlıq və dinlərarası dialoq ənənələrindən, eləcə də ölkəmizlə Vatikan arasında münasibətlərin inkişafından danışıb. Müqəddəs Taxtacın dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi Paul Richard Gallagher Azərbaycanı təbrik edərək iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycanın humanitar və dinlərarası dialoq təşəbbüslərini yüksək qiymətləndirib və Bakıda müqəddəs II İohan Pavel adına kilsənin tikintisinə göstərilən dəstəyi xüsusi vurğulayıb. Tədbir bədii proqramla davam edib.